Amil Xəlil. Amil Xəlil də mənəm deyir də. Xətrimə dəyməsin Amil Xəlil. Mənəm deyib durmusan, dayanmısan. Burada mən Bağdadda kör xəlifə, burada mən Bağdadda kör xəlifə. Bütün günü də fikirlər söyləyirsən. Görək nə deyib, nə olub. Deyir ki, aparıcı, xüsusən qızların rayondan yox, məhz Bakıda təhsil müəssisələrində oxumasını qınayıb. Şəhərdə gördüyüm biabırçılığın 99% tələbələrlə bağlıdır. Astara bölgəsindədirsə, qızını Lənkəran Dövlət Universitetinə qoy. Gəncə, Tovuz, Qazax bölgəsindədirsə, Gəncə Dövlət Universitetinə göndər. Yevlax və Kürdəmir tərəfdə yaşayanlar üçün Mingəçevir Dövlət Universiteti var. Naxçıvanda isə təbii ki, Naxçıvanda da ali məktəblər var. Niyə deyir Naxçıvandan Bakıya gəlsin? Ay Amil Xəlil. Yaman ancaq belə məsləhətlər görürsən. O bir xanım var idi. Bir verilişin artığını gətirdin, 30-durdun verilişində. İndi mən də sənə deyirəm. Sən niyə başqa verilişlərdən olan o əxlaqsızı gətirdin, əyləşdirdin? Üzr istəyirəm ifadəmə görə. Keçmişdə belə qadınlara, belə kişilərə məişət pozğunu deyirdilər. Gətirib əyləşdirdin və insanlara məcbur edirdin ki, bu qadını həzm edin. Uşaqları qalmışdı kənddə. Bətnində uşaq başqa verilişdən qovulmuşdu. Sən başqa verilişin artıqlarını niyə gətirib öz verilişə çıxardırsan? İndi mən də sənə məsləhət görürəm. Niyə başqa verilişin artıqlarını gətirib verilişə çıxarırsan? Ona görə məsləhət verməyə məncə yersiz və mənasızdır. Biraz məsləhətləri Amil Xəlil azalt. Bütün günü tövsiyələrim var. Mən də sənə tövsiyə edirəm. Başqa verilişlərdə oturmuş, nə bilim, başqasından uşaq doğmağa hazırlaşan əri də yoxdur. Sadəcə olaraq rayonda kənddə evladı olan qadınları verilişə dəvət etmə. Yaxşı, məndən sənə tövsiyə, pis mənada demirəm. Yaxşı mənada deyirəm.